Salam əziz abituriyentlər. Deməli, bugün biz sizdən baxacağıq hədəf sınağının testlərinin izahına. Aydın olmayan hər hansısa bir izah olarsa və yaxud da ki, yəni testlərlə bağlı fikirlərinizi, dərslərdən bağlı məlumatlar almaq üçün aşağıda şərh bölməsində yaza bilərsiniz. Deməli, başlayaq ilk testdən, 31-ci testdən. Sabit maqnitin qütbləri arasında yerləşdirilən cəryanlı naqilə amper qüvvəsini təsir edən amper qüvvəsinin istiqamətini bizdən soruşur. Deməli, getdik. Biz burada ilk öncə amper qüvvəsinin istiqamətinin tapılma qaydasını bilməliyik. Amper qüvvəsinin istiqaməti bilirik ki, sol əl qaydası ilə təyin olunur, düzdürmü? Və bizə burada sol əl qaydası necə idi? Amper qüvvəsinin istiqamətini təyin etmək üçün sol əlimizi maqnit sahəsində elə tutmalıyıq ki, B xətləri perpendikulyar toplananı sol əlin ovucuna daxil olsun. 4 barmaq cəryanın istiqamətini göstərəcək və baş barmaq isə 90 dərəcə açılmış baş barmaq amper qüvvəsinin istiqamətini göstərir. Deməli, biz burada ilk öncə fikir verin B xətləri haqqında dedik. Yəni, B xətlərinin istiqamətini bilməliyik necədir? Və qütblər verilib bizə. Biz bilirik ki, B xətləri şimal qütbdən çıxıb, cənub qütbə daxil olan düz xətlər şəklindədir. B xətlərini göstərdik. Artıq indi sol əlimizi elə tuturuq ki, B xətləri sol əlin ovucuna daxil olsun. 4 barmaq cəryan istiqamətini və fikir verirsiniz, cəryan bizə vuraq şəklində verilib. Yəni, bizdən şəkil müstəvisinə doğru perpendikulyar axır. Baş barmağımız olacaq onda aşağıya doğru oldu amper qüvvəsinin istiqaməti aşağıya. Molekulların bir-birini dəf etməsini, yəni itələməsini göstərən hadisə. Deməli, molekullar arasında qarşılıqlı cazibə qüvvəsi və itələmə qüvvəsi nə vaxt olur? Məsələn, yayın sıxılması zamanı molekullar arasında itələmə qüvvəsi, yayın dartılması zamanı isə molekullar arasında cəzb etmə qüvvəsi yaranır. İndi, məsələn, burada deyir, mis çubuğun çətin dartılması. Çətin dartılmasına səbəb molekullar arasında yaranan qarşılıqlı cazibə qüvvəsinin olmasıdır. Çətin sıxılmasına səbəb molekullar arasında itələmə qüvvəsinin olmasıdır. Bir cism maqnit sahəsində deyir, çevrə üzrə hərəkət edən yüklü zərrəciyin 4/3 period müddətində impuls dəyişməsinin modulu delta P bərabər M delta V-dir, impuls dəyişməsinin. Biz burada delta V-ni təyin etməliyik və yəni bilməliyik ki, 4/3 periodda delta V nəyə bərabərdir? Delta V 4/3 periodda V kök altda 2-dir. Və gətirib burada yerinə yazsaq, MV kök altda 2 olar, düzdürmü? Və bir cins maqnit sahəsində yüklü zərrəcik çevrə üzrə hərəkət edirsə, deməli, bu yüklü zərrəcik maqnit sahəsinə perpendikulyar daxil olub, düzdürmü? Və bu zaman cızdığı çevrənin radiusu MV böl QB ilə təyin olunur. Biz buradan MV-ni təyin etsək, olacaq QBR və impuls dəyişməsində yerinə yazsaq, QBR kök altda 2 olar. A variantı. Bizə deyir, Tesla vur metr kvadrata bölək M ifadəsini sadələşdirək. Tesla bilirik nəyin vahididir? Maqnit induksiyasının, düzdürmü? Və induksiyanın düsturu amper qüvvəsindən F bölək IL olduğunu bilirik. Və onda 1 Tesla'nın açılışı olacaq Newton bölək amper metr. Və ohmun haqqında da deyək, ohm nəyin vahididir? Müqavimətin. Müqavimətin düsturu nədir? U bölək I. Və buradan 1 volt bölək amper olduğunu bilirik və artıq gətirib yerinə yaza bilərik. Tesla'nın yerinə yazıram Newton böl amper metr, sürətdə var vuraq metr kvadratı, məxrəcdə volt bölək amper. Ohmun yerinə yazdım. Amperlər ixtisar getdi, metrlər getdi. Sürətdə qaldı Newton vur metr, məxrəcdə qaldı volt. Və Newton vuraq metr işin A bərabər Fs ifadəsindən bilirik ki, 1 joulun açılışıdır. 1 joulumuz 1 Newton vur metrdir. Gətirib yerinə yazıram, yəni Newton metr ifadə edirəm nə ilə? Joul'la. Joul bölək volt. Və joulun yerinə də A bərabər Q-dan 1 joulumuz 1 kulon vuraq volt olduğundan yerinə yazıram kulon volt bölək volt. Qaldı bizdə nə? Kulon voltlar ixtisar getdi. Kulon nəyin vahididir? Elektrik yükünün. Deməli, oldu A variantı elektrik yükü. Növbəti testə baxaq. Deyir ki, bizə aşağıdakı qrafiklərdə düz xətlə hərəkət edən cisimlərin uyğun olaraq sürət zaman
və koordinat zaman qrafikləri verilib. Bu cisimlərin 6 saniyə ərzində yola görə sürətlərinin nisbəti. Deməli, yola görə sürət nədir? Yola görə sürət tapanda biz gedilən yolu bölürük nəyə? Zamana. Deməli, hər bir qrafik üçün yolu təyin etməliyik. Baxaq, birinci qrafik sürət zaman qrafikidir, düzdürmü? Və sürət zaman qrafikində yolu necə tapırıq? Qrafikin altında qalan fiqurun sahəsi ilə. İndi fikir verək. Birinci 0-2 saniyə aralığında sahəni tapaq, həmin sahəyə deyəcəm S1. S1-i təyin edəcəm nə ilə? 2-də 1 VT düsturu ilə. Çünki bu hissədə qrafikimiz düzbucaqlı üçbucaqdır və sahə olur 2-də 1 VT. Buradan təyin edirəm S1-i. S1 bərabər 2-də 1. V-miz 10, T-miz 2. 10 vuraq 2. Buradan elədi 10 metr. S1-imiz 10 metr, düzdürmü? S2-yi tapanda baxıram. Qrafikin altındakı fiqurun sahəsi, baxın, bu fiqurumuz da yenə 3 bucaqdır. 3 bucağın sahəsi riyaziyyatdan 2-də 1 AH və bizdə 2-də 1 VT ilə ifadə edirik. Düzdürmü? İndi 2 saniyə ərzində yolu tapdıq 10 metr. İndi 2-6 saniyə aralığında gedilən yolu tapacağım. S2 deyirəm buradakı fiqurun sahəsinə, yazıram 2-də 1 VT. Və oradan təyin edirik S2-ni. S2 burada yazaq. S2 bərabərdir 2-də 1, 2-də 1 V vuraq T'dir, düzdürmü? Gəlin burada biraz yer açım. Deməli, 2-də 1 V vuraq T. T'yi dedik 4-dür, V-ni də vuraq 10-dur. Bərabərdir. Eləyir buradan 20 metr. Aha, bizdən yol istədiyi üçün burada mənfi işarəni nəzərə almadım. Deməli, ümumi birinci VT qrafikində ümumi yolu tapdıq nə qədər oldu? S1 plus S2. Yəni, yolumuz elədi 10 plus 20, 30 metr. İndi ikinci qrafikə baxaq. Koordinat zaman qrafikində yolu necə tapırıq? Deməli, baxırıq burada. Cisim başlayıbdır 20-dən. Koordinat ox üzərində 20-dən gəlib, düşüb 0-a. Düzdürmü? 2 saniyədə. Nə qədər gedib? 20 metr. Burada 20 metr gedib. Daha sonra 2-4 saniyə arasında 0-dan -20-yə. Yəni, burada da 20 metr getdimi? Daha sonra 4-6 saniyə, yəni növbəti 2 saniyədə 20-dən təzdən 0-a qayıdıb. Düzdür? Yenə burada 20 metr getdi. Yəni, toplam bu nə qədər yol getdi? 60 metr. Deməli, ikinci qrafikdə koordinat zaman qrafikdə tapdıq ki, yolumuz 60 metrdir. Onda biz nə edirik? Sürəti tapırıq. Gəlin birinci sürəti tapaq. V1 bərabərdir. Gedilən yolumuz 30. Bölürük nəyə? 6-ya. 6 saniyə ərzində deyir. Təyin et. V2-ni tapdıq. S2-miz 60. Bölək 6. Elədi 10. Düzdürmü? Və V1-in V2-yə nisbətini tapsaq, 5-in 10-a eləyəcək 2-də 1 C variantı. Baxaq növbəti. Verilmiş radiuslu çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə tezliyini 2 dəfə artırdıqda. Tezliyi 2 dəfə artırdıqda deyir, yazırıq N2 bərabərdir 2N1. Mərkəzə qaçma təcili A2 bərabərdir A1 üstə gəl 24 vahid artıbdır. Təcilin başlanğıc qiymətini A1-i soruşur bizdən. Verilmiş radiuslu, yəni R konstantdır. Çeviri üzrə hərəkətdə təcilin biz indi tezliyi iştirak edən düsturunu yazırıq. 4pi kvadratı R n kvadratı. Verilmiş radiuslu çeviri üzrə hərəkət dediyi üçün bu ifadəmiz getdi nəyə? Sabitə. Baxıram təcillə tezlik necə asılıdır? Düz kvadratik. Asıllığı veririk A1-in A2-yə, N1-in kvadratının N2-nin kvadratına. A1-in A2-miz A1 üstə gəl 24, N1-in kvadratının N2-miz 4N1 kvadratı eləyir. Getdi, qaldı burada 4-də 1. Çarpaz vurub tapsaq, 4A1 bərabər A1 plus 24, oradan eləyir 3A1 bərabər 24, A1 bərabər 8. Deməli, bizdən istəyir təcilin başlanğıc qiymətini. Başlanğıc qiymət 8-dir. Sonraki qiymət desəydi, burada yerinə yazıb 24-ün üstə 8 gələrdik. Deməli, 37-ci testə baxırıq. A nöqtəsində Q1 yükünün yaratdığı sahənin intensivliyinin modulu Y-dir. A nöqtəsi Q1 yükü, baxırıq, Q1 yükün işarəsi nədir? Mənfi. Və mənfi yükdə intensivlik xətləri həmin yükə daxil olan düz xət şəklindədir. Bunun intensivini bizə verib Y.
Deyək ki, bu yüklərin həmin nöqtədə yaratdığı yekun sahənin intensivliyini tap. Yekun intensivliyi bizdən istəyir. Və superpozisiya prinsipinə görə bilirik ki, əgər intensivliklər eyni istiqamətə yönələrsə, yekun intensivliyi tapanda nə edirik? Toplayırıq, əks istiqamətə yönələndə çıxırıq. İndi baxıram bura, A nöqtəsində kübrin intensivliyinə Y deyibdir və nöqtəvi yükün intensivliyi K Q0 bölək R kvadrat ifadəsini bilirik. Və A nöqtəsi hər bir yükdən bərabər məsafədədir. Baxın, hər bir yükdən bərabər məsafədədir. Deməli, məsafə sabitdir. Mən intensivliyin nədən asıllığına baxacağam? Yükdən asıllığına baxıram. Düz mütənasib asılıdırmı? Q1 yükün intensivliyi Y-dirsə, Q2 yükü, bunu Q1 yazılıb, Q2 eləyək. Q2 yükü 5 Q-dür. Yəni, Q1-dən 5 dəfə çoxdur yükü. Deməli, bu Q2 yükünün yaratdığı intensivlik isə 5Y olacaq. Yəni, Q1-in yaratdığı intensivlik 7 isə Q2 olacaq 5Y. Və müsbətli Q2-nin işarəsi özündən çıxacaq. Yönəldi bu istiqamətdə 5Y. Bu Y1-imizdir. Y1-imiz Y oldu. Y2-miz oldu 5Y. Və Y2 intensivliyi tapanda eyni istiqamətdə yönəldiyindən nə edirik? Toplayırıq. Eləyir Y plus 5Y. Yəni 6Y. Y variantı. Radiusu R olan bir cins metal kürənin sıxlığı ρ-dur. 4R olan metal kürənin sıxlığını tap. Metal kürənin sıxlığını deyir. Yəni metallarda, bərk cisimlərdə və mayelərdə sıxlıq, bərk cisim və mayələrin sıxlığı üçün sıxlıq kütlədən, həcmdən, R-dən, D-dən nədir? Asılı deyil. Ona görə sıxlıq dəyişməyəcək. D variantı. Elektron induksiyası deməli 4 olan maqnit sahəsində çeviri üzrə hərəkət edir. Elektronun periodunu təyin edin. Deməli, induksiyasını verib 4 milli Tesla. Onu da çeviririk. 10 üstü mənfi 3-ə vurduq. Çevirdiyi əsas vahidə Teslaya. Elektronun periodunu xüsusi yükü veribdir bizə. Yəni, Q bölək M. 2, 10 üstü 11-dir. Deməli, periodu təyin edəndə T bərabərdir. Biz bilirik. Çeviri üzrə hərəkətdə period 2 pi r böl v-dir. Düzdürmü? Və yüklü zərrəcik, bayaqki məsələdə də dedik ki, maqnit sahəsində perpendikulyar daxil olanda cızdığı çevirən radiusu olur nə? mv böl qb. Düzdürmü? Periodun ifadəsinə nəzərə alanda 2 pi r-in yerinə yazıram mv böl qb. Məxrəcdə v. V-lər ixtisar getdi, nə qaldı? 2 pi m böl qb. Deməli, periodun düsturunu bildik, artıq yerinə qoyub hesablaya bilərik. 2 pi-imiz 3-dür. Burada xüsusi yükü gəlin gətirək. 2 pi Q-B. Yəni, xüsusi yük Q' bərabər Q bölək M-dir. Burada Q bölək M-i Q'-dən əvəzlədim. Yəni, burada Q'-in yerinə Q bölək M yazsam, yenə əvvəlki ifadəni alıram. Aha, məxrəcdə yazıram. Q bölək M-in yerinə 2, 10 üstü 11 və vuraq B. 4, 10 üstü mənfi 3. Baxaq buradan 2-lər getdi. Qaldı bizdə 4-də 3, yəni 0,75. 10 üstüləri hesablasaq. 10 üstü 11 və 3 ilə də 10 üstü 8. O da yuxarı çıxdı, oldu 10 üstü mənfi 8. Deməli, indi gəlin bunu 10 üstü mənfi 8-in. Bunu 7,5 kimi yazsaq biz. 0,75'i 7,5 kimi yazsaq, yəni bu 75 vuraq, 10 üstü mənfi 2-dir, düzdürmü? Bunu 10'a böldük, 7,5 vuraq, 10 üstü mənfi 1. O da eləyir 7,5 vuraq, 10 üstü mənfi 9. B variantı. Aha, növbət testə baxırıq. Kosmik gəmi yerdən A bərabər 4C təcili ilə start götürərsə, kosmonavtın məruz qaldığı əlavə yüklənməsi nədir? Əlavə yüklənmə n bərabər 1 plus A böl J'dir. Yerinə qoyub tapsaq 1 plus 4J bölək J eləyəcək 5. D variantı. Aha, növbət testə baxaq. 50 metr hündürlükdən sərbəst düşən, deməli sərbəst düşmə hərəkətini gəlin təsvir eləyək. Cisim düşür 50 metr hündürlükdən yer səthindən 50 metr hündürlükdən sərbəst düşən 2 kiloqram kütləli
cismin 20 metr hündürlükdəki kinetik enerjisini. Deməli, bu cisim sərbəst düşür. Sərbəst düşmə nədir? Başlanğıc sürəti 0-a bərabər, təcili isə sərbəst düşmə təcillinə bərabər olan hərəkətdir. Sərbəst düşən cisim yer səthindən deyir 20 metr hündürlükdə. Təxmini deyək buradadır. Yer səthindən 20 metr hündürlükdə olduğu nöqtədə kinetik enerjisini tapın. Deməli, buna bir neçə yoldan yaza bilərik. Ən sadə yolunu deyək. Birinci, kinetik enerjini, yəni sərbəst düşən cisim üçün kinetik enerjini təyin edəndə baxılan nöqtə üçün. Kinetik enerjini təyin edəndə cismin atılma nöqtəsindən olan hündürlüyünə baxırıq. Yox, əgər bu nöqtə üçün, baxın, bu cisim burada olduğu halda potensialı tapsam, potensialı yerdən olan hündürlüyə baxacam. Deməli, bu cismin yerdən hal-hazırda 20 metr hündürlükdədirsə, yuxarıdan olan hündürlüyü nədir? 30 metr, düzdürmü? Çünki ümumi 50 metr hündürlükdən sərbəst düşüb. Onda kinetik enerji olacaq mgh, yəni 2 vur 10 vur 30. Elədi neçə? 600 joule. Və ya başqa üsuldan da yaza bilərsiniz. Kinetik enerjini tapmaq üçün tam enerjidən çıxarsınız potensialı. Tam enerji nədir? Bu cismin atıldığı nöqtədə olduğu anda tam enerjisi potensial enerjisinə bərabərdir. Çünki atılan anda sürəti 0-dır, düzdürmü? Sərbəst düşüb. Kinetiki 0-dır, tam enerjisi potensial enerjinin maksimal dəyərinə bərabərdir. O da bizə verəcək nəyi? Bu düsturu hələlik silək. Aha. Yəni potensial enerjisi burada olacaq nə? mgh-dan, mgh. M-imiz 20, J-yə vurduq 20. H-ımız 50. Elədi buradan nə? 1000 joule. Düzdürmü? Tam enerjisini tapdıq 1000 joule. Potensial enerjini tapıram. Yəni bu hissəni silim. Potensial enerjini tapıram. Yəni bu cismin burada olduğu vaxt potensial enerji dedim yerdən olan hündürlükdür da cismin, düzdürmü? mgh-dan tapırıq 20 vuraq 20, yəni 400. Deməli, potensialı tapdıq, tamı tapdıq. Kinetiki tapanda eləyəcəyik. Tamdan çıxacaq potensialı. 1000-dən çıxdıq. 1000-dən çıxırıq 400-ü, elədi nə? 600. Bu ikinci üsul. Yəni birinci üsul daha rahatdır ki, yəni daha tez tapdıq, fikir verdinizsə. Sərbəst düşən cisim üçün istənilən nöqtədə olduğu anda kinetiki tapanda cismin atılma nöqtəsindən olan hündürlüyə baxdıq və mgh-dan təyin etdik. Və ikinci üsulda kinetik enerjiyi tapdıq, tamla potensialın fərqi kimi 600 joule. Elədir B variantı. Keçdik növbəti testə. Bir cism maqnit sahəsində çevrə boyunca hərəkət edən yüklü zərrəciyin sürətini 3 dəfə azaltdıqda zərrəciyin xüsusi yükü necə dəyişər? Xüsusi yük Q3 bərabər Q böl M-dir və xüsusi yük yalnız yükdən və kütlədən asılıdır. Yəni, başqa heç nədən asılı deyil, dəyişməz. Diaqramın hansı nöqtəsi elektrokimyəvi ekvivalentin ən böyük qiymətinə? Biz Faraday qanunundan bilirik ki, M bərabər KQ ifadəsini, düzdürmü? Elektrokimyəvi ekvivalenti buradan təyin etsək, K bərabər M böl Q. Elektrokimyəvi ekvivalentin ən böyük qiyməti deyirsə, kütlənin də ən böyük qiymətinə baxırıq. Çünki və yükün ən kiçik qiymətinə. Baxıram bu qrafikdə kütlənin ən böyük qiyməti 1 və 2-dən, yükün ən kiçik qiyməti isə 1 və 3-ə uyğundur. Kəsişirlər hansı nöqtədə? 1 nöqtəsində. D variantı. Və yaxud da ki, başqa üsuldan da yaza bilərsiniz. Digər üsuldan K bərabər M böl Q-dür, düzdürmü? Baxırıq indi qrafikə. M Q ilə düz asılıdır. M Q ilə düz asılıdır. Hər bir nöqtədən keçən düz asılılıq qrafiklərini çəkirəm. Gəlin, daha dəqiq çəkək qrafiki. Bir nöqtəsindən keçən düz asılılıq qrafiki çəkdim. 3-dən, 2-dən, 4-dən. Çəkdik qrafikləri və M-in Q-yə nisbəti, biz bilirik, ordinatın absisə nisbəti bizə verir nəyi? Bucağın tangesini. Tangens alfamız M-in Q-yə nisbətidir, o da K-nın ifadəsidir. Bu ifadəmiz tangens alfadır. Yəni, tangens də artan funksiyadır. Yəni, bucaqdan düz asılıdır. Tangens alfa K ilə düz asılıdır. Yəni, bucağın böyük qiyməti elektrokimyəvi ekvivalentin böyük qiymətinə uyğundur. Ən böyük bucaq hansındadır? Yəni bir nöqtəsi olan qrafikin əmələ gətirdiyi bucaq ən böyükdür. Deməli, bir nöqtəsi üçün elektrokimyəvi ekvivalent ən böyükdür. Digər üsuldan da yazdıq. Mühərrikin gücü
mühərrikin gücü sabit olan, avtomobilin hərəkət sürətinin hansı qiymətində dartı qüvvəsi böyükdür? Deməli, biz n bərabərdir f(v) ifadəsindən gücün sabit qiymətində dartı qüvvəsinin böyük qiyməti sürətin kiçik qiymətinə uyğundur. Çünki f-i tapsaq buradan n böl v-dir. Görünür ki, buradan da qüvvə sürətdən tərs asılıdır. Sürətin qiyməti kiçik olan, yəni ən kiçik sürətin qiyməti görürük ki, 10 metr böl saniyə verilib. Keçək növbəti testə. 45. Borunun hansı hissəsində mayenin sürəti ən böyükdür? Deməli, mayenin sürətinin böyük olması üçün en kəsiyin sahəsi kiçik olmalıdır. Sahənin ən kiçik olduğu hissə 5 nöqtəsinə uyğundur. Yəni, sahə kiçik olan yerdə maye daha sürətli axır. Axın sürəti böyükdür. Olacaq 5 variantı. Verilmiş şəklə əsasən Lorentz qüvvəsinin istiqamətini tapın. Lorentz qüvvəsi nədir? Q, V, B, sinus alfa, düzdürmü? Baxırıq ki, burada B xətləri şaqıl yuxarı yönəlib, yüklü zərrəcikdə B xətlərinə paralel olaraq hərəkət edir. Əgər yüklü zərrəcik B xətlərinə paraleldirsə, yəni baxırıq burada alfa bucağı 0 dərəcədir. Sinus 0 dərəcədə nə alır? 0. Deməli, Lorentz qüvvəsi olacaq 0. Yəni, yüklü zərrəcik əgər B xətlərinə paralel olaraq sahəyə daxil olursa, bu zaman ona Lorentz qüvvəsi təsir etmir. Keçdik növbəti testə. Bir cism maqnit sahəsində çevre üzrə hərəkət edən yüklü zərrəciyin fırlanma tezliyinin zərrəciyin impulsundan asılılıq qrafiki. Deməli, tezliyin düsturu nü bərabərdir 1 böl perioddur. Periodun düsturunu öncəki məsələlərdə çıxartmışdıq. 2 pi m böl qb-dir. Gətirib burada yerinə yazsaq, tezlik üçün qb bölü 2 pm alarıq. Və maqnit sahəsində çevre üzrə hərəkət edən yüklü zərrəcik üçün tezlikdir, perioddur, dövrü tezlikdir. Sürətdən, impulsdan, kinetik enerjidən, radiusdan nədir? Asılı deyil. Ona görə D variantı. Sabit gərginlik mənbəyindən ayrılmış hava kondensatorunun enerjisi bu qədərdir. Kondensatorun lövhələr arası dielektrik nüfuzluğu 6 olan dielektriklə doldurulduqda enerjisi nə qədər azalar. Deməli, sabit gərginlik mənbəyindən ayrılmış hava kondensatoru deyir bizdə. Deməli, yazırıq enerjinin düsturu Q kvadratı bölü 2C. C burada elektrik tutumudur və tutumun yerinə yazacağıq C bərabərdir epsilon 0 S böl D. Enerji ifadəsində nəzər alsaq, Q kvadratı bölək 2, C-nin yerinə yazıram epsilon 0 S bölək D. D çıxdı sürətə. Baxırıq burada yük sabitdir. Hava kondensatorunun enerjisinin dielektrik nüfuzluğundan tərs asılı olduğunu görürük. Hava kondensatoru deyir, öncə dielektrik nüfuzluğumuz 1'dir, daha sonra olubdur 6, düzdürmü? Dielektriklə doldurubdur. Yəni, dielektrik nüfuzluğu neyiniyib? 6 dəfə artıb. Onda enerji neyiniyəcək? 6 dəfə azalacaq. Öncə enerjimiz 180 idi, sonraki enerjimiz 6 dəfə azaldı, oldu 30. Yəni, bizə nə deyir? Enerjisi nə qədər azalar? Nə qədər? Öncə 180 idi, sonra oldu 30. Nə qədər azalıbdır? 150 joule azalıbdır. Deməli ki, 150 millijoule azalıb D variantı. C kondensatorunun yükü 3 pikokulon olduğunu bilərək kondensatorlar bateriyasındakı ümumi yükü tapın. Deməli, kondensatorlarımızı göstərək burada. C kondensatorun yükü. Bunun yükünü verib bizə 3 vur 10 üstü mənfi 12. Düzdürmü? İndi baxaq. Bu kondensatorlar bu dövrə bir-birinə paralel qoşulmuş dövrədir, düzdür? İndi gəlin öncə baxaq yuxarıya. 3C ilə 2C bir-birinə necə qoşulub? Ardıcıl. Ardıcılda yük sabitdirmi? Və yükün Q bərabər CU ifadəsi. Yük sabitdir, tutum gərginlikdən necə asılıdır? Tərs asılıdır. Burada baxırıq nəyə? İndi bunun gərginlikləri bölüşdürüb təyin edə bilərik. Burada ümumi gərginlik buranın gərginliyinə bərabər olacaq. Və ümumi yükü istəyir bizdən. Deməli, nə? Deməli, paralel qoşulmuş dövrə üçün, yəni bax bu dövrə ilə bu dövrə aşağıdakı paraleldir. Paralel qoşulmada gərginlik sabitdir,
və Q bərabər CU-dan gərginlik sabit isə yük tutumdan düz asılıdır. Yuxarının ümumi tutumunu tapsaq, ardıcıl qoşulmada ardıcılda ümumi tutumun düsturu C1, C2, C1 plus C2-dir. Yəni tutumların müxtəlif olduğu halda. 3C vur 2C, məxrəcdə toplayanda 6C. C-lər getdi, nə qaldı buradan? 6 yox, daha doğrusu 5C. Buradan qaldı 6C bölək 5, yəni 1,2C, düzdürmü? Deməli, yuxarının ümumi tutumu 1,2C'dir. Aşağının tutumunu isə C verib bizə. İndi paraleldir, gərginlik sabitdir. Gərginlik sabit olanda yük tutumdan düz asılıdırmı? Yəni, aşağının yükü 3-dür, tutumu C olanın. Yuxarının tutumu aşağıdan 1,2 dəfə çoxdur. Onda yükü də 1,2 dəfə çox olacaq. Yuxarı, bax bu ardıcıl qoşulmuş 2 kondensator üçün yük bu hissədə yük olacaq nə qədər? Gəlin yazaq, burada yer açım. Yuxarıda yük olacaq 1,2 dəfə çox. Bura deyək. 3'ü vururuq 1,2-yə, 3,6, 10 üstü mənfi 12 oldu. Yuxarının yükü düzdür. Ümumi yükü istəyir. Paralel qoşulanda da yükləri toplayırıq. Ümumi yükü tapanda 3,6 plus 3 eləyəcək nə? 6,6, 10 üstü mənfi 12 B variantı. Deməli, baxaq növbəti testdə. Verilmiş kütləli, tez yazırıq M bərabər konstant. Verilmiş kütləli ideal qaz üzərində elə proses aparılır ki, onun təzyiqi mütləq temperaturdan kvadrat kökü ilə mütənasib olsun. Təzyiqin həcmdən asıllığını istəyir bizdən. Deməli, baxırıq, qrafik bizə verilib, P T-dən kökaltı asılıdır. Yəni, məsələn, kökaltı asılıdırsa, belə bir asıllıq verə bilərik ki, P bərabərdir K kökaltda T. K burada hər hansısa bir sabitdir. Düzdür, məsələn, necə yazırıq ki, Y bərabər KX, YX-dan düz asıllıq qrafikini çəkirik ki, K burada hər hansısa bir sabitdir, düzdürmü? Eynən burada da P T ilə kökaltı asılıdır. İndi baxırıq nəyə? Təzyiqin həcmdən asılılığı. Biz gəlin Mendeleyev-Klaperon tənliyini yazaq. PV bərabərdir. Kiçik M böl böyük M vur RT, düzdürmü? Aha, burada R universal qaz sabiti sabitdir. Kütləni bizə verib sabit, molyar kütlə sabit, düzdür? Aha, onda qalır bizdə PV, bu ifadəmiz sabitə getdi. PV mütənasibdir T, düzdür? İndi təzyiqin K kökaltı T ifadəsini təyin etmişik. Buradan kvadrata yüksəlsəm P kvadratı bərabərdir K kvadratı T. Gətirib T-ni tapsam P kvadratı böl K kvadratı. Burada yerinə yazsam PV mütənasib T-də P kvadratı böl K kvadratı. K onsuz da sabitdir. Deməli, təzyiqlər ixtisar getdi. Burada nə qaldı? V mütənasib P. Yəni, deməli, təzyiq həcmdən düz mütənasib asılıdır B variantı. Keçdik növbət testə. Müsbət nöqtəvi Q0 yükünün yaratdığı elektrik sahəsində müsbət Q yükü nə edir? Bu ABCD qapalı trayektoriyası boyunca hərəkət edir, qapalı kontur boyunca. Hansı hissədə elektrik sahəsinin gördüyü iş müsbətdir? Baxaq. Deməli, burada hərəkət edən yükümüz necə yükdür? Müsbət yük. Baxıram, bu müsbət yük nə edir? A-dan gedir B-yə. A-dan B-yə gedir, daha sonra B-dən C-yə, C-dən D-yə. A-dan B-yə gedəndə müsbət yük nə edir? Bu istiqamətdə hərəkət edir. Və müsbəti eyni zamanda nə edir? İtələyir. Müsbət iki eyni işarəli yük arasında itələmə qüvvəsi var. Baxırıq, qüvvə ilə sürət eyni istiqamətdə oldu. Deməli, bu hissədə yüklü zərəciyin işi müsbət olacaq, çünki yeyinləşən hərəkət edir. Yeyinləşən hərəkətdir. Daha sonra BC hissəsində və AD hissəsində əgər çevrəyə tamamlasaq, BC və AD-ni çevrəyə tamamlasaq, baxın, burada zərəciyin gördüyü iş sıfırdır. Niyə? Çünki eyni bir çevrə üzrə hərəkətdir. Yəni, eyni bir ekvipotensial səth üzrə hərəkətdir, ona görə iş sıfırdır. C-dən D-yə gələndə isə, C-dən D-yə gələndə, baxırıq, yenə müsbət yük nə edir? C-dən D-yə hərəkət edir. Müsbəti itələyir. Bu hissədə qüvvə ilə sürət əks istiqamətdədir, yavaşlayan hərəkətdir və iş mənfidir. Deməli, iş müsbətdir. Harda? A-B hissəsində A variantı. Lorentz qüvvəsi və amper qüvvəsi üçün Venn diaqramında uyğun bəndləri istəyir bizdən.
Vektorial fiziki kəmiyyətdir hər ikisi. İstiqaməti sol əllə tapılır hər ikisinin. Cəryanlı naqillərə maqnit sahəsi tərəfindən təsir edən qüvvə amper qüvvəsi adlanır. Hərəkətdə olan yüklü zərrəciyə təsir edən qüvvə isə Lorentz qüvvəsi adlanır. Deməli 4, 3, 1, 2. 4, 3, 1, 2 C variantı. Bizdə nə deyir burada? Aşağıdakı şəkildə göstərilmiş elektrik dövrəsi haqqında yazılan ifadələrdən hansılar yanlışdır? Yanlış olanı istəyir bizdən. Yalnız K açarı qapandıqda. K açarını qapadıq. Baxaq. Cəryan müsbətdən gəlir. Cəryan müsbətdən gəlir. Bu lampadan keçdi və bu diod cəryanı bu istiqamətdə keçən cəryanı buraxır. Dioddan cəryan keçir. Bu lampamız yandı. Bu lampamız da yandı. Gəldik buradan. Bu lampamız da yandı. Gəldik, çatdıq mənfi qütbə. Düzdürmü? Eyni zamanda müsbətdən cəryan gəlir, aşağı qoldan keçir. Cəryan bu istiqamətdə keçən cəryanı da buraxır və bu lampamız da yandı. Deməli, bizdə neçə lampa yandı? 1, 2, 3, 4 lampa yandı. Aha, düzdür bu. Yalnız el açarı qapandıqda heç bir lampa közərməz. Burada cəryan aşağı qoldan niyə keçmədi? Çünki bu diod tərs keçiddən qoşulub dövrəyə. Ona görə bu lampa yanmadı K açarı bağlananda. İndi baxaq nəyə? Deməli, silək bu şəkli. İndi ikinci şərtə baxmaq üçün yalnız el açarının qapandığı hala baxaq gəlin. Görək nə baş verir onda. Yalnız el açarı qapananda baxaq, el açarını bağladıq. Müsbətdən gəldi cəryan, boş naqilin üzərindən keçdi, gəldi mənfi qütbə. Düzdürmü? Ona görə heç bir lampa közərməz, düzdür. Hər iki açarı qapadıqda, gəlin bağlayaq hər iki açarı. Hər iki açarı bağladıqda heç bir lampa közərməz. Hər iki açarı bağlasaq, heç bir lampa közərməz, düzdür. Çünki burada artıq cəryan bu boş naqilin üzərindən keçir. Hər iki açar açıq olduqda 3 lampa közərər. Yəni üçüncü lampa ilə mi? Yox, 3 lampa. Hər iki açar açıq olduqda. Hər iki açarın açıq vəziyyətinə baxaq. İndi hər iki açar açıqdır. Baxaq bu cəryanın yoluna. Müsbətdən gəldi cəryan. Düzdürmü? Açar açıq olduğu üçün buradan artıq boş naqil deyil və onun üzərindən keçmir. Cəryan gəldi, keçdi buradan. Bu diod cəryanı buraxır. Açar açıqdır. Aha, yuxarı qoldan cəryan keçməyəcək. Bu açarımız açaq. Aha, aşağıdan gəldik. Bu diod tərs keçiddən qoşulub. Buradan cəryan keçmir. Aha, buradan düşdük aşağı. Hər iki açar açıq olduqda, deməli bu açarın hər ikisinin açıq olduğu halda buradan cəryan keçmir. Yuxarıdan da cəryan keçmir. Bu lampada közərmədi. Bu lampada közərmədi, düzdürmü? Və buradan mənfi qütbəyə bizim getməyimiz üçün bir yolumuz olmadı. Ona görə, yəni cəryan keçmədi. Heç bir lampa közərməyəcək. Hər iki açar açıq olduqda. Bu yanlışdır. Hər iki açar açıq olduqda 5 lampa közərər. Dedik ki, lampa közərmir, yanlışdır. Aha, bizdən nə istəyir? Yanlışı. Müsbətdən cəryan gəlir, müsbətdən aşağı qoldan keçir, bu dioddan keçir. Bu lampamız közərəcək. Müsbətdən gələn cəryan gəldi. Aşağıdakı qoldan keçdiyi üçün, yəni bu diod cəryanı buraxdı. Ona görə bu lampamız közərdi. Bu lampamız közərdi. Deməli, burada yalnız bir dənə bu lampa közərir. Çünki müsbətdən cəryan gəldi. Bu dioddan keçdi. Aşağı qoldan keçə bilmir. Yuxarı qoldan buradan keçə bilmir. Çünki burada yuxarı qol açıqdır. Açar açıqdır və oradan keçə bilmir. Düzdürmü? Müsbətdən gələn cəryanın yoluna gəlin baxaq burada. Buradan cəryan gəlib, dioddan keçdi, gəldi buradan. Bu hissədən belə keçib, gəldi buradan mənfi qütbə çata bilər. Açarlar açıq olanda. Deməli, bu lampa da közərəcək onda. Bu lampa da közərəcək. Gəlin bir də baxaq şəkildə daha dəqiq. Deməli, cəryanın yoluna bir də baxaq. Deməli, mənbədən gəldi cəryan. Gəldik, keçdik buradan. Aha, açarın açıq olduğu halda bu lampamız yanmışdı. Düzdürmü? Bir bu lampamız. Gəldik buradan. Yolumuzu bu formada getdik, gəldik və mənfi qütbə çatdıq. Bu lampamız yandı. Bu lampamız yandı. Düzdürmü?
hər iki açar açıq olanda 1, 2, 3 lampa deməli və 4 lampa, bir də bu 5 lampa. Baxın, bir də sayaq. 1, 2, 3, 4, 5. 5 lampa gözərdi. Bu düzdür. 5-ci ifadəmiz düzdür. Burada cəryanın yolunu gedəndə bu hissədən diod olan qoldan yox, boş naqilin, gəldik buradan boş naqilin üzərindən getdik, gəldik, gördük, bu lampalarımız közərdi. 5 dənə lampa közərdi. Deməli, açar açıq olduqda 5 dənə lampamız közərdi. 3 lampa yox, 5 lampa. Yanlış olan bir dənə D oldu. Geri qalan ifadələr düzdür. Bir cins elektrik sahəsinin potensialı neçə voltdur? Baxaq indi. Bir cins elektrik sahəsində biz intensivliyin Y bərabərdir U böl D ifadəsini bilirik. U burada gərginlik və ya potensiallar fərqidir, düzdürmü? Onda baxıram nəyə? Yəni sahə bir cinsdir və intensivlik sabitdir. Ona görə bütün nöqtələrdə intensivlik eyni olduğu üçün nə edirik? Burada gərginliyin məsafəyə nisbətini bərabərləşdirə bilərəm. Məsələn, 18 voltdan 12 volt arasına baxıram. 18 volt minus 12 bölürəm aradakı məsafə 2-yə, bərabər eləyirəm 12 ilə A nöqtəsi arasındakı potensiallar fərqinə əsasən yazıram. Fi A bölək aradakı məsafə R. R-lər ixtisar getdi. 6-yı 2-yə böldük. 3 bərabər 12 bölək 12 minus fi A. Buradan fi A-nı tapırıq. 12-dən 3 çıxırıq. Eləyir neçə volt? 9 volt. Deməli, A nöqtəsinin potensialı olub 9 volt. Keçdik növbəti testə. Kapilyer borunun diametri 0,4 mm. Deməli, bizə verib bu kənara qoyaq. Diametri verib bizə 0,4 mm çeviririk. Onun üstü -3-ə vururuq. Su boruda neçə metr hündürlüyə qalxa bilər? Aha, kapilyer boruda mayının qalxma hündürlüyü 2 sigma bölək rho j r-dir. Və biz burada diametr verildiyi üçün r-in yerinə yazacağıq d böl 2. Onda olacaq 4 sigma bölək rho j d. Buradan yerinə yazıb hesablayırıq. 4 sigmamız 70 millinewton verib. 70 vuraq 10 üstü -3. Bölək rho-muz 10 üstü 3-dür. J-miz 10-dur. D-miz də 0,4 vuraq 10 üstü -3-dür. Bərabər 10 üstü -3-lər ixtisar getdi. Aha, buradan deməli bu sıfırlarımız da getdi. Qaldı. Bunu 10 dəfə artırdıq. 4 elədi. Yuxarıyı da 10 dəfə artırıram onda. Düzdürmü? Bu 4'lər də getdi. Qaldı 7. Yuxarıda 10 var. Aşağıda 10 üstü 3 var. 7 vur 10 üstü -2 eləyəcək. Yəni bizdə 7 santimetr. Deməli, hər birinin tutumu 40 mikrofarad olan neçə kondensator ardıcıl birləşdirilsin ki, ümumi tutum 5 olsun. Arıcıl birləşmədə ümumi tutumu tapanda, yəni S bölək N olur. Bir kondensatorun tutumunu bölürük nəyə? Saya. Neçə deyir kondensator? Yəni bizdən sayı istəyir. N bərabər S bölək S ardıcıl. S ardıcılımız, yəni ümumi tutum 5'dir. 40'ı bölürük 5'ə eləyir 8. Deməli 8 kondensator ardıcıl qoşulanda ümumi tutum olur 5. Vakuum diodu, fotorezistor və tranzistor. Bizdə elədir vakuum diodu, fotorezistor və tranzistor. Dəyişən cəryanı düzləndirmək üçün istifadə olunur vakuum diodu. Zəif işıq selini ölçmək üçün istifadə olunur fotorezistor. Elektromaqnit rəqslərini gücləndirən tranzistordur. Bu bizdə fotorezistorun işarəsidir. Bu isə tranzistorun işarəsidir. Deməli D getdi bura. Y getdi bura. Açar açıq olduqda voltmetr 120 volt. Qapalı olduqda isə 30 volt göstərərsə faydalı şəmsalını istəyir. Deməli, gəlin dövrəyə baxaq. Mənbə olan dövrədir, xarici müqavimətdir. Burada açarımızı yerləşdirək, baxaq. Voltmetri də qoşduq. Aha. Deməli, açar açıq olanda voltmetr burada bizdə göstərəcək nəyi? Mənbənin elektrik hərəkət qüvvəsinə bərabər olur. Açıq olanda, yəni 120 volt bizdə elektrik hərəkət qüvvəsini göstərir. Açar bağlananda isə
voltmetrin göstərişi xarici müqavimətdəki gərginliyə bərabər olur, yəni U-ya. Onda biz eta bərabərdir U bölək epsilonla yazarıq. Çünki faydalı şəmsalının biz düsturunu biz bilirik ki, A faydalı bölək A tam vuraq 100%-dir, düzdürmü? Faydalı şəmsalı. Burada tam iş odur ki, mənbənin gördüyü işdir. Tam iş, yəni işi icra edən mexanizm nədirsə, onun gördüyü iş tam işdir. Yəni burada mənbənin gördüyü iş olacaq tam iş. Ona görə tam işin yerinə biz işin Q ifadəsini bilirik, düzdürmü? Q-nün yerinə it yazırıq. U da burada bizdə mənbənin EHG-sidir. Yazırıq I, T, vuraq epsilon. Faydalı işin yerinə isə yazırıq I, U, T. İt-lər gedir, qalır U bölək epsilon. Yəni etanın düsturu U bölək epsilondur. U-muz 30-dur, epsilonumuz 120-dir. Vururuq 100-ə, düzdürmü? Qaldı burada bizdə 25%. Metal kürələri bir-birinə toxundurub əvvəlki məsafəyə araladıqda Kulon qüvvəsinin qiyməti necə dəyişər? Radiusları müxtəlif olan, baxırıq ki, radiusları müxtəlif olan metal kürələrdir. Toxundurub ayırandan sonra görək yükləri nəyə bərabər olur? Radiusları müxtəlif olan kürələri toxundurub ayırandan sonra yüklərin tapılma düsturu Q1 plus Q2 böl R1 plus R2 vuraq R1. Yəni birincinin son yükü. İkincinin son yükünü tapanda isə yazacağıq Q1 plus Q2 bölək R1 plus R2 vuraq R2. Gəlin yazaq. Öncəki yüklər var zaten burada, düzdürmü? Öncəki yüklərimiz var. Sonraki yükləri təyin edək. Daha sonra Kulon qüvvəsinin yükdən biz Kulon qanunundan bilirik ki, K Q1 Q2 bölək R kvadratıdır. Yəni Kulon qüvvəsi yüklərin modulu hasili ilə düz, yüklər arasındakı məsafənin kvadratından tərs mütənasib asılıdır, düzdürmü? Onu da yazırıq. Gəlin tapaq buradan. Q1-imiz 4Q-dür, Q2-miz 16Q. Bölürük burada R1 plus R2. 2R plus R. Burada deyəsən Q2-nin işarəsi mənfidir. Burada nəzərə alaq. Vuraq R1-ə. R1-imiz 2R-dir. Buradan alırıq nəyi? Mənfi 12Q. Məxrəcdə 3R. Vuraq 2R. R-lər ixtisar getdi. Nə qaldı burada? 24 3-ə 8. Mənfi 8Q. Düzdürmü? Q2 iştiriki tapaq gəlin indi. Q2 iştiriki tapsaq, yenə sürətdə qalacaq mənfi 12Q. Məxrəcdə 3R. Vuracağıq sadəcə Q2-ni tapanda ikincinin radiusuna vururuq. Eləyir mənfi 4Q. Düzdürmü? İndi Kulon qüvvəsi dedik yüklərin hasili ilə yüklərdən düz asılıdır. Yüklərin hasili ilə düz asılıdır. F1 bölü F2 bərabərdir. Sürətdə yazacağım öncəki yüklərin hasilini, məxrəcdə sonraki yüklərin hasilini. Və moduldadır bu ifadələr. Ona görə bax bu yüklərin modulu hasili ilə düz asılıdır dedik axı. Ona görə modulda yazırıq. Birincinin öncəki yükü 4Q-dür. İkincinin öncəki yükü 16Q-dür. Məxrəcdə birincinin sonraki yükü 8Q-dür. İkincinin sonraki yükü 4Q-dür. Deməli, ixtisar getdi 4-lər, 16-yı 8-ə böldük, qaldı 2. Yəni, buradan aldıq ki, F1 bərabərdir 2F2. Və ya F2-ni tapsaz, F2-ni F1 bölə 2. Yəni, qüvvə 2 dəfə neynədir? Azaldı. Bir cins maqnit sahəsinə daxil olan 3 zərrəciyin trayektoriyası verilib. Hər 3 zərrəciyin yüklərinin işarəsini təyin edin. Deməli, burada yüklü zərrəcik maqnit sahəsinə perpendikulyar daxil olduğu halda və bu halda Lorentz qüvvəsinin istiqamətini sol əl qaydasını tətbiq etməkdən tapacaqsınız. Deməli, yüklü zərrəcik sahəyə daxil olub və trayektoriyasına fikir verin, bizə verib bu istiqamətdə. Yəni, bu istiqamətdə bir çevrə cızır. Yəni, biz biraz bunu balaca çevrə kimi çəkək. Belə bir çevrə cızacaq, düzdürmü? Və çevrənin bu istiqamətdə cızır və Lorentz qüvvəsi çevrənin mərkəzinə doğru yönəlir. Lorentz qüvvəsinin istiqamətini bildik. Sürətin istiqaməti də var. Artıq bu yüklü zərrəciyin işarəsini təyin edə bilərik, düzdürmü? Sol əlinizi elə tutursunuz ki, 4 barmaq sürət, baş barmaq qüvvənin istiqamətini göstərir. 4 barmaq sürət, baş barmaq qüvvəni göstərəndə baş barmağımız aşağıdır.
Və deməli buradakı zərrəciyin yükün işarəsi mənfi imiş ki, mənfi yük olanda axı tapdığımızın əksi istiqamət götürürük. Baş barmaq aşağıdır, tapdığımın əksi yuxarı. Lorentz qüvvəsinin istiqaməti yuxarıdır, axı baş barmaq yuxarı olmalıdır. Deməli, birinci yükün işarəsi nə olacaq? Birinci yükün işarəsi oldu mənfi. İkinci yük, baxın, düz xətli hərəkət edir. Yəni, düz xətli bərabər sürətli hərəkət edir. Deməli, bu zərrəciyin yükü nədir? Sıfırdır. Aha, neytronuymuş ikinci yüklü zərrəciyimiz. Yüksüz bir zərrəcikdir sahəyə daxil olan. Ona qüvvə təsir etməyib və düz trayektoriya üzrə hərəkət edib. Üçüncü yüklü zərrəciyin trayektoriyasına fikir verin. Aşağıya doğru bir çevrə cızır. Üçüncü yüklü zərrəciyimiz. Çevrənin mərkəzinə doğru biz bilirik. Lorentz qüvvəsinin istiqaməti var. Yenə 4 barmaq sürətin istiqamətində. Sürətin istiqaməti, baxın, budur. Sürətin istiqamətində baş barmaq qüvvənin və tutanda əlimizi, sol əlimizi tutanda həqiqətən də 4 barmaq sürəti baş barmaq qüvvəni göstərir. Əlin üstü bizə baxacaq şəkildə sol əlimizi tuturuq. Bu yükün işarəsi olacaq müsbət. Q3-ün işarəsi oldu müsbət, Q2 oldu 0, Q1 oldu mənfi. Aha. Hər üç zərrəciyin yüklərinin işarəsini tapın deyir. Yüklərinin işarəsini tapdıq. Daha sonra deyir, birinci və üçüncü zərrəciklərin xüsusi yüklərini müqayisə edin. Xüsusi yük nə idi? Bayaq dedik ki, xüsusi yük Q bölək M-dir, düzdürmü? Xüsusi yük Q bölək M-dir. Xüsusi yük asılıdır zərrəciyin yükündən və kütləsindən asılıdır. Ona görə burada zərrəciyin yükündən və kütləsindən asılıdır. Və biz təyin etdik ki, birinci yükün işarəsi mənfi, üçüncü yükün işarəsi nədir? Müsbətdir, düzdürmü?